Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Bugünkü mövzumuzu belə bir sualla başlamaq istəyirəm. İmam Hüseyn əleyhissalam nə üçün qiyam etdi? Və bu sualın cavabına keçməmişdən öncə istərdim bir neçə məsələyə toxunum. Biri də bundan ibarətdir ki, İmam Hüseyn əleyhissalamın qiyamından sonra və o həzrətin şəhadətindən sonra Bəni Ümeyyə, Əməvi, Abbasilər xilafətinə qarşı çoxlu sayda qiyamlar baş verdi və düzdür, onlardan bəziləri yatızdırıldı, qiyam edənlər şəhid edildi, qətliam edildi. Amma mühüm olan bundan ibarət idi ki, belə bir hərəkət baş verdi düşmənə qarşı və əsas bu deyil ki, düşmən bu hərəkətləri yatızdırır amansızcasına, aradan aparır. Düzdür, bu acı bir həqiqətdir, acı bir məsələdir ki, düşmən tərəfindən qiyamlar İmam Hüseyn əleyhissalamın və İmam Hüseyn əleyhissalamdan sonra baş verən qiyamlar həyata keçdi, amma düşmən tərəfindən çoxsu amansızcasına yatızdırıldı. Bu acı bir həqiqətdir, amma ondan da acı və ondan da pis olan odur ki, cəmiyyət düşmən qarşısında heç bir müqavimət göstərə bilməsin. Yəni elə bir həddə çatsın ki, artıq cəmiyyət öz müqavimətini itirsin. Bu daha təhlükəlidir. Nəinki qiyamlar baş verir, onlar düşmən tərəfindən amansızcasına yatızdırılır. Bu təhlükəli deyil və yaxud da ki, bu düzdür, acı bir məsələdir, amma o qədər də naümid edən bir məsələ deyil. Ona görə ki, bu onu göstərir ki, cəmiyyət müqaviməti var və cəmiyyətin potensialı var və haçansısa müvəffəq olma ehtimalı var. Əsas budur. Amma cəmiyyətin zülmün və zalimin qarşısında müqavimətini itirməsi və reaksiya verməyəcək həddə çatması bu çox təhlükəlidir. Ən qorxulu da budur. Və keçirik sualımıza ki, İmam Hüseyn əleyhissalam nə üçün qiyam etdi? Səbəb nə idi ki, İmam Hüseyn əleyhissalam qiyam etsin? Birinci onu qeyd edək ki, İmam Hüseyn əleyhissalam vacib bir əməli həyata keçirmək üçün qiyam etdi. Bu vacib əməl tarix boyu bütün müsəlmanlara, yəni Həzrəti Peyğəmbərdən və indiyə qədər bütün müsəlmanlara aiddir. Yəni bu vacib əməl. Bu vacib əməl nədir? İslam quruluşunun köklü bir fəsada düçar olduğunu gördükdə və ya İslam hökmlərinin təhrif olma ehtimalını gördükdə hər bir müsəlman nə etməlidir? Qiyam etməlidir. Sözsüz ki, münasib şərait olduqda, yəni bu qiyam təsir bağışlayıcı bilindiyi zaman qiyam edilməlidir. Sağ qalmaq, öldürülmək və yaxud da qiyam nəticəyə çatmaması, əziyyət görməmək şərt deyil. Bunlar şərtdən sayılmır. Niyə görə İmam Hüseyn əleyhissalam bu qiyamı etdi və əziyyətləri gördü. Biz görürük ki, İmam Hüseyn əleyhissalamın Kərbəlada Aşura günü körpə balası şəhid oldu və buna baxmayaraq İmam Hüseyn əleyhissalam bu vacib əməli həyata keçirdi və qeyd edək ki, hamıya bir dərs oldu. Və Kərbəla məktəbinin dərslərindən də biri, İmam Hüseyn əleyhissalamın Aşurasının dərslərindən biri budur. Və qeyd edək ki, biz çıxışlarımızın ikisində bir ifadə işlətmişik. Bu da ondan ibarətdir ki, münasib şərait olduqda və inşallah gələn çıxışımızda münasib şərait nədir və nəyə deyilir münasib şərait, o haqda danışacaq və bu gün də qısa olaraq məlumat verdik. Yəni münasib şərait dedikdə qiyamın təsir bağışlayıcı bilindiyi zaman mənasında daşıyır. Amma inşallah gələn çıxışımızda biz buna daha ətraflı izah verməyə çalışacağıq. Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu.